Mən danışanda sən sus, sən danışanda mən susum. İndi Bundan bundan sonra mənə reklam verər. Boş. Bir də ona görə mənim heç dostum da qalmayıb. Belə dalaşa gəlirəm. Mən bunu belə eləyirlər. Ladna, bu podruqanın xətrinə biraz şeydən də əlavə edirəm. Nədir? Ağ reyhan. Qıza reyhan deyil, qıza bu şeydir. Nanədir, reyhan buradadır. Ay Allah, bu nə arvaddır belə. Çox soyuq yekəxana ifritəsiz. Eşək boyda kəsib camaat. Sizə deyim, apar turla, bu nədir? Qabaçoq elə bil 2-ci Dünya müharibəsindən çıxıb. Nə gündəndir bu? Sevgi, məhəbbət bu kişinin deyir. başına oyun açıram, valla. Nə? Apilqə, valla apilqə karton da elə bil yeyirəm. Ay Allah. Niyə? Çörəkdən zaten bir şey yoxdur. Biraz belə yumuşaq olsun. Motal bir də sarımsaq iyi belə vurur məni burada. Sizə da deyə bilmirəm. Kitablara yaxın buraxmıyorum bugün. Yeməklərə yaxın vəhşi buraxmıyorum. Hazırda oxuduğum kitab Yellow Face, Rebecca Bank. Onu heç soruşmadım. Mən səndən soruşan oldu hansı kitabı oxuyursan. Soruşda. Bir mən də heç olmasa kitabını satanda imkan ver, mən də biraz pul qazanım da. Onu onda gəl soruşum. Alo, qıza Nigar, harada qalmısan sən qıza? Qıza göyərtilər pəliş oldu burada. Mən ucu kök buraxmaya başlamışam. Qatıq çürüdü. Neçə saat səni gözləyir? Bu maşallah mənə pul alır, saatla alır. Nə? Hardasan? Yox. Maşın göndərək. Tez ol, 5 dəqiqəyə burada ol. Belə baxıram saat var ki. Sağ ol. Valla maşallah. Bilsən nə var? 100% maşallah. Ya Bugatti padruqaları ilə oturub, ya da ki şey eləyir. Nədir onun adı? Don Quixote kimi. Dayan, Don Quixote kimi orada külək dəyirmanları ilə dava eləyir. Axşam istoriyada baxarıq, görək kimlə də iskandal eləyir. Yaxşı, söndür gözləyək. Şükür Allaha, qədəmlərin xoş olsun, gəldin, otur, əllərimi yumusan. Necə sakit danışır, ya heç kimi, belə şey eləyir. Yu, gəl, hə. Mənə bu, otur, başlaya bilərik, hə, başlayırıq. Kolayla alıq eləyirsən, nə əməli başlayır? Gəlmişəm, yoxlayım necə, əl işin necədir, belə başa düşürəm, belə aratırlıq eləyirsən, cəmaatı Yavır eləyirəm. Yuyub sürməkdə əlasan, yeksən. Mənə bax, birinci gəl şeydən başlayaq, reklam. Maşallah, yaxşı çək bunları. Hədiyədir. Bizim Atelier Rebul var, tanıyırsan. Hə. Sən eşitdilər ki, səndən çəkiliş eləyirəm, dedilər hədiyyə göndəririk Nigar xanıma. Gəl bunları indi, amma hökman gərək baxmalıydı, içində nə var. Öyrənmə, empatiyi içində var. Sən bacarmırsan, belə olmalı. Yəni, bunu çıxırdı buradan. Hə, belə olmalıdır. Hardan bilə, evdə bişməyib, qonşudan gəlməyib. Deməli, bir-iki dənə də reklam sloqanları eləyəcəm onlar üçün. Yazmışıq burada. Amma xod gedirsən, sən bir çıxar. Göz dəyməsin, reklam, ağlayırsan. Eləməli, mənim gözəl sponsorlarım var. Bu operatorların pullarını kim verməlidir? Onlar verirlər də. Yaxşı, aç göstər ələm nə var burada. Wow, bəh. İyi də əladır. Bu mənim ən çox sevdiyimdən də evdə də almışam, ondan da var. Başa düşdüm ya dedin ki, əlləri yumusan yoxsa yox. Sabun da var burada. Sabun da var. Bu da bilsən nədir? Bunu belə qoyursan, bu çubuqları da soxursan içinə. Evdən borşinizot gəlmir, bunlar iyi gəlir, ləzzət eləyir. Bilirəm belə şey. Gəl belə. Powergel də var. Sən bunu belə əlində tut, mən belə reklam eləyəcəm, deyəcəm ki. Allah bu Atelier Rebul'un, onları qorusun. Allah bərəkət versin. Allah getdir. Allah razı olsun. Reklam sloqanları yazmışdım, hamısı getdi. Əvvəllər əlim xəmirdən yapış idi. İndi lasyon vururam, gözəl əllərimiz olub. Bu lasyondur, yox? Yox, bunu evə vuracaqsan, üzvə vur. Evdə spa bizim kimi işgüzar qadınlar üçün vaxtımız yoxdur. Evimizdə spanı Atelier Rebul'la eləyirik. Bu belə. Çox qəşəng, çox səviyyəli reklamdır. Mən sənə deyim ki, belə reklam mən görməmişəm. Amma öz aramızda mən Bugatti yerlərə gedəndə gedirəm bunlardan belə alıram. Çünki bahalı şeylərdə hamı bilir ki, kalitədir də. Yəni elə deyil. Yəni yaxşı bağladım bunu. Çox qəşəngdir. Çox sağ ol. Allah razı olsun. Yaxşı. Buradan Allah min bərəkət versin. Çox sağ ol. Təşəkkürümüzü bildiririk. Müsait məndə qalır da, sonra demirsən ki, gör. Yox, aparacağam. Yarısını aparacağam. Mənə heç nə göndərməyiblər. Yarısını sonra bölüşdürərik. Yarısını mən apararam, yarısı sənə qalır. Yaxşı, Nigar, bu günləri bizə nə bişirəcəksən? Göstər bizə, danış ala. Şəşindən bilirsən də mənim bişirməklə biraz belə aram çətindim. Bişirmək deyəndə bu
belə də maksimum 10-15 dəqiqəyə nəsə tez belə falan belə. Sağlam, əsas olsun. Sağlam qida, dietik, ömür boyu diyetadayam. Görürük elə. Bax onu pauza elədim ki, deyəsən ki, görünür biraz da belə fit görsənirsən. Qəşəngsən. Yaxşısan bu gün. Çox sağ ol. Bu gün. Hə, belə. Ona görə mən bu gün əziz izləyicilər sizə 2 yemək təqdim edəcəm. Mən həmişə onları hazırlayıram və bizim evimizdə onlar çox böyük maraqla qarşılanır. Birincisi pərpətöyünlü salat. Sən heç bilirsən pərpətöy nədir? Ay şöşündədir. Siz tərəflərdə olur? Yox, bizdə olmur pərpətöy. Bu pərpətöy nə? Mən həyat yoldaşım. Biz bunu prosta bu pərpətöyün elə bilirdik, zirzibildir. Qalaq eləyirdik, atırdık bunu. Elə də. İndi də ən modlu yemək budur. Ən çox vitamin bunda. Türklər gətirdi. Semizə otu deyirlər onlar. Xaricdə də var indi. Ən modlu, indi onun qiyməti o New York birjada kimi o aksiyaların qiyməti qalxır. Ondan kimi artıq nə bilim, əvvəl siz onun əvvəlində heç 5 qəpik də buna verən yox idi. Hər yer bitirdi. İndi tapmaq olmur. Növbəyə dursan ki, mən bişiririk bundan pərpətöydən nə yeyirik? Mən həyat yoldaşım, bilmirəm, izləyirsən yoxsa yox, Şahbaz müəllim. Bu pərpətöyünün fanatıdır da. Bizdə demək olar ki, evdə hər yeməyi, axşam yeməyi, günü orta, desert, nə bilim, nə istəyirsən hamısı pərpətöyünün. Əvvəl etiraz edirəm. Desert eləyirsən? Hə, vallah, onun desertini də, nə bilim, şeyini, şirniyyatını da, nə istəyirsə eləyirik. Əvvəl etiraz edirdim. İndi də artıq həyatımla barışdım və özüm də bu pərpətöyünü bol-bol istifadə edirəm. Nə bişiririk? Birinci deməli olacaq bizdə qəşəng türk sayağı, salat, pərpətöyünü və ikinci yemək olacaq İtalyan sayağı pesto. Hə. O pestodan başlayaq istəyirsən? Pesto nədir? Pesto bilirsən nədir o? O qəşəng belə zakuskadır, zamaskadır, nə deyirsiniz də belə. Çörəyin üstünə belə qəşəng sürtürsən, yeyirsən. Hə. Yaxud da salata qatırsan, supa qatırsan. İtalyanlar, onlar da mən kimi belə də çox. Makaronoz adı da qatırlar. Yaşıl rəngdə. Hə, yaşıl rəngdə pesto. Mənim bir padruqam var, Bagati padruqam. İtaliyada yaşayır. Seva salam. Və o mənə həmişə o qəşəng maraqlı İtalyan reseptləri ondan götürürəm. Çünki İtalyana ayrı gedib və belə hər şeyi çox yaxşı bacarır da. Prosta mən bir şey başa düşmürəm. Onun resepti ilə eləyirəm o pestonu. Amma dad o dad deyil. Həmin o dad vermir. Nə qatırsan ona? O deyir mənə ağ reyxan, o bazilik falan. Onu oradan tapım. Mən onun əvəzinə pərpətöyün eləyirəm. Sonra o deyir, o areşki, pinya, nə bilim şeyi, onu harda mən tapım. Mən onun əvəzinə badam vururam. O qozdar, o bilirsən nə bahadır. Onu böyrəyi satıb onu almalısan. Vallah, balaca belə şey hardasa, bir nə bilim. Şişkanın içində olan şey. O Polbakoda zətdə olacaqdı. Belə bu marketdə olmayacaq. Bir də parmezan, o da hər zaman bizim marketdə, evin altındakı o qarajda olmur da. Ona görə parmezan əvəzinə motal vururam. Prinsipdə heç də dəyişmir axı. Eyni şeylərdir də. Bu pendir, bu pendir. Bu da yaşıllıq, o yaşıllıq, o da. Amma o yenə də biraz dadda fərq var. Bilmirsən nəyə görə? Nə deyim? Mənə bişir bir dadına baxım, fərqinə də baxım, görüm sənə deyərəm. Yəqin ki, onların havası başqadır. Mənə belə gəlir ki, onlarda hava başqadır. Ona görə başqa dad verir. Mən danışanda sən sus, sən danışanda mən susum. Reportaj eləyə bilmir, reportaj. Mənə bax, buna deyirlər ucuz ətin şorbası. Yəni parmezan əvəzinə camaat motal pendir qoyursunuz. Ağ reyhan əvəzinə pərpətöyün qoyursunuz. Nə oldu? Qatıq əvəzinə nə qoyursan? Onu da ucuz. O qatıq pestoya elə vurmuram, amma yaxşı fikirdir. Qatıq ona. Qatıq o türk sayağı resept. O hələ onu sarı. Şişka qozunun əvəzinə də. Badama bax. Əla badam. Əvvəl mən nasıl pinya şeyləri, semişkaları. Ay pinya nədir? Pinya belə. Şişkadır da şişka. Onun içindən götürürsən. Məncə nə bilim Allah. Bir də qəşəng burada Hamarkətdən, yardımlıdan, cənubdan qəşəng sarımsaq var, onu vuracağam belə. Bir də zeytun yağı. Ayıb deyir, sarımsağı düzəldib qoyarlar. Mən əlimi vurum bura mən. Sonra gedsən kitablara əlimi vurursan sarımsaqlı. Zeytun yağı da vururam. Yer gəlmişkən burada qəşəng zeytun yağı reklamı ola bilərdi. Sponsorlara müraciət elə də. Gələcəksiniz hamımız məndən reklam istəyir. Yalvaracaqsınız. Onda qiymətini qaldıracağım. İndi ucuz sizə reklam eləyirəm. Gəlin. Ərzaqlarınızı verin bizə. Zeytun yağını da mən hara gedirəm xaricə zeytun, cəmaət oradan şuba zat belə falan şey alır, paltar zat. Mən də hara gedirəm zeytun yağı alıram. Bunu Yunanistandan almışdım. Hə, amma yenə də deyirəm, ay sponsorlara yatmayın da firqulağında. Gəlin qəşəng pul ödəyin, bu da sizin reklamınız olsun. Hə, indi nəyə görə deyirəm zeytun yağı? Mən fikirləşdim ki, bəlkə də pestoda mən gərək o İtalyanların zeytun yağı əvəzinə bəlkə də taprona yağ vurardım. Yox, güzel. O eləmək, yaxşı. Necə yer o bitişəcək bir-birinə. Maroz olur üstü, onu buz tutur onu. Yaxşı, başlayaq. Bağırsaqlarımız nə günah oldu bizim.
Nə başlayıb? Başlasan mən qonağam. Qabağımı bir də Başlayaq. Tərpətün. çaydan Tərpətün. heç nə verməmisən. Hər dərdə dərman. Sən mənə də bunu eləyə mən suallarımı verəcəm. Sənin ən çox sevdiyin yemək hansıdır? Xarici yemək yoxsa bizim yeməklərimiz? Birinci yemək. Çox düşünmə, belə hər dəfə Dolma, yarpaq dolması. Yarpaq Çox sevirəm. dolması. Özün bişirirsən? Ay yox, sənə. Buranı kəsərsən Mənə də, bax. buranı kəsərsən də, mənim deyə bilmə. Yox, Özüm çox qəşəng. biz heç nə çox kəsmirik. qəşəng. Belə xırda dolmaları bükürəm. İşə Sən getmirəm. sən də- Bütün gün oturub, ancaq belə o Sən də dolmaları. food bloggerlər kimi şeyləri, köməkçiləri eləyir, özləri reklam qoyurlar ki, Yox, mən belə qıymaram Bizə ki, bunu- məsələn, özüm hər şeyi hazırlayıram bu Mənə bax, əllərimlə. mənə bax, bunu biz gərək belə eləmək lazımdır. Barmaqla çıxartmaq lazımdır, ütmək lazımdır. Sən onu belə Düzdür, bıçaqla mən onu elə kəsirsən. bununla bir yerdə eləmişdim keçən dəfə. Bunu şeydən Yəni keçirəcək. keçən dəfə də keçiririk. Hə, çox yaxşı. belə Elə. əziyyət zət lazım deyil də. Başlayaq. Elə. Başlayaq. Mənə bu çox kəsə danış. Çox Yəni- nervlənmişdin axır zaman. Gördüm çıxmışdın yenə də. Mənə də kitabların xəstələnmişdi. Eşitmişəm kitabları aparıblar, karantinə salıblar, qərantinə. Nə vəba xəstəliyi idi yoxsa spid idi, nə idi? Town xəstəliyi. Yodakı şey olanları Hə, nədir? nəsə orada axtarırlar. Covid idi. Xəstəlik. Qaytarıblar hə. Qaytarıblar. Nə qədər səndən aldılar? Sən aldın? 1900 manat, bir hə. O indi o 3-4 kitab- kitaba görə 1900 manat verə getdi. O hə. kitabı indi neçəyə satacaqsan ki, sən bir xeyir görəsən? Amma mən bir şey başa düşmürəm. Amma o həmin o idarəyə demişdim axı. Abala, yaxşı da mən sizdən 2 aydır ki, yalvar şeylə də danışıram ki, sizə qurban qaytarın, nə olar falan. Deyirlər ki, açıqlı belə intelligentli qadındır. Hə, nəsə çaşıblar. Dedim axı mənim məzhəblərimi şey eləməyin də. Yerindən çıxar. Ha, valla. İnana bilmirəm Azərbaycanda belə adam olmasın ki, tanısın ki, sən nə həyasızlıq edirsən. Vallahi, Qorxmur. Səndən də qorxmurlarsa, day mən neyim? Mən də biznes eləmək istəyirəm. Vallahi, mənim Dedim, naxorkalarım yox, belədir. Zavaskoy belə gəlmişəm Mağazə dünyaya. zor, dedim. Hə. Düzdür, ümumiyyətlə bizim nəslimizdə qadınlar hamısı çox belə aktivdir. Belə Doğru, öz haqqını mən tələb də. edəndirlər. Hə. Bizdə də belədir, hə. Ha, bizdə belədir. Bizdə şey yoxdur, hə, nə utanmaq, zat. Amma deyirəm bizə, bir dənə kişinin oğlu qızı gəlib dalında qalmır, arxında qalmır ki, biz də səndən dava eləyək. Qorxur hamısı. Valla o idarədə də rəis çıxdı dedi ki, sizdən başqa heç kəs etiraz eləmir. Hamı çox razıdır. Bir də baxıram sola sağa da orada da hamı belə di. Yoxa çıxdı. Hə, rəis gedəndən sonra bir yaxınlaşdılar deyirlər, hə, düz eləyirsiniz, əcəb eləyirsiniz, hə, biz sizə dəstək veririk. Yəni get qabağa. Ay, Yaxşı, sən mənə nə yorulmusan bunlardan? Stressə salır səni bunlar. Bilsən, mən sussam, o deyirlər kimsə ki, mən sonra gecə yata bilməyəcəm, əsəbləşirəm. Mən nabarat olarla dava eləməsəm, gecə yata Ver onu bilməyəcəm. qoyaq bura motalın yanına. Motal bir də sarımsaq iyi belə vurur məni burada. Sizə də deyə bilmirəm acaba. Qəşəng motalla qəşəng İtalyan pestosu. Ay Seva o mənim padruqamdır, İtaliyada yaşayanda, o baqatı İtalyanski padruqam. Bax, vallahi başa düşmürəm. Bax, sənin reseptinlə gedirik də. Bu niyə axı Ay qız səndə? dəyişmisən hamısı nə Sevanın resepti ilə resepti. Keçən dəfə o Seva gəlmişdi Bakıya. Gətirdim onu, dedim, pişir baxım. Baktı ki, o semişkaları da özündən gətirib. Baktı ki, eyni reseptdir. Başa düşmürəm niyə belə olur. Hə nəysə, boş, başlayaq. Mən bu pərpötüyünü qəşəng belə 3 yerə bölürəm. Böldü 3 yerə. Bura tökəcüyü Ver verim onu onu. bura töküm, hə. Gəl bunu atım belə. Səbləşdirir bu. Mən şeydir, boş sən də reklamı ver mənə. Gör nə qəşəng. Ha, vallahi qəşəng elə reklamda. Canınız çıxar, bir də reklam verin də. Bu dəfə pulsuz eləyir reklamı ver. Gələn dəfə kartımı göndərəcəyəm, atarsınız ora 1-2. Ay qızı biabır elədin, indi onlar mənim dostlarım var aralarında. İndi bundan sonra mənə reklam verər boş. Bir də ona görə mənim heç dostum da qalmır. Belə dalaşalar, dalaşa gəlirəm. Mən bunu belə eləyirlər. Vurdun körün necə deyirlər, qaş düzəltmək istəyirdi, gözü də vurdu, çıxartdı. Gəl özün elə. Lalın dilini anası bilər. Yəni. Gəl onda mən bilirsən o ayrı bunu, onun şamsını vur getsin də, oturub hələ mən burada. Çox olmaz. Mədəmiz çox olar. Qıcıqırar Bu belə. sonra. Deyən biz nə yeyirik pestonu? Kabaçoku vurmuyum? Yox, onluq deyil. Adı qızı pestoya kabaçok vururlar. Onu mən də bilirəm ki, onu vurma. Xiyar vur, boranı vur, nə var gətirə evdə hamısını vur. Əşi. Nə qədər tökdün gözə yarı? O onsuz dığdıq eləməyəcək də. O belə yerində dayanacaq, mənə baxacaq. Üstünə zeytun yağı tökdü, gözə yarı tökdü. Ladna, bu padruqanın xətrinə biraz şeydən də əlavə edirəm. Nə deyir? Ağ reyhan. Bazilik. Reyhan deyil qızı, bu şeydir. Nanədir, reyhan burdadır. Ay Allah, bu nə arvaddır belə. Qıza, gəl. Hardan bildin? Ay qız iyi onu. Mənə deyir ki, reyhanla ağ reyhan arasında birincisi
inləyirsən. Görsən bu reyhan iyi Allah gəlir. mənim başlı professional olsan deyirsən. Ay Allah, qıza biz Yaxşı. neyniyək? Onu da özün bişir də, mən niyə çağırmırsan? Nə o belədir? Aram Onu da vurum yoxdur yoxsa bişirmə. tolayım bunu. Yox, onları vurma, onlar Oranı pis kəsərsən. olacaq. Bunu vurum. Mən buna pul ödəmişəm. İndi tolayım bunu. Kəsərsən bu da. Bilmirəm, indi bir pul ödəmirsən, neynəmirsən? Da 100 dəfə pul söhbəti apardın mənim yanımda. Yağbır elədin məni. Deyən, pendiri indi vurum yoxsa sonra? Doğru sən Nə bilim, qızı, o. çaşdırırsan da mən deyən. Sən hamısını bir dəfə Evdə- vurarsan. evdə Mən xörək ucu davleniyəm qalxdı. Bu yemək bişirməklə aram biraz Mən şeydir. Hamısını burax getsin. Evdə bişirmirsən yeməyi? Kim bişirir yeməkləri evdə? Belə göz dəyməsin həyat yoldaşım. Nə, Qəşəng yemələr Şahbaz pişirir. müəllim, heyf. Allah. Şahbaz Çok müəllim, olmadı. mən istədim siz də gələsiniz. Bu maşallah dedi ki, pulumuz çatmır, 2 mikrofona pulumuz çatır. Olmaz Şahbaz müəllim də gəlsin. Çox şey oldum, heyfisləndim. Çox xoşum gəldi ondan. Keçən 2 il bundan qabaq Himalayski duz, Bagatilərin duzu belə. Bagatilərin duzları da gözlərindəki açkilər kimi çəhrayı olur. Ay cəmaət, bizim kimi ağ duz işlətmirlər bunlar. Biraz nəsə çox oldum, nə deyəsən? Bir dənə baxın buna. Hə, istiyotları amma bizim istiyot kimi acıdır. Bu da yazıları da üstünə mənim oğlum yazıb. Çünki bir-iki dəfə bu duz əvəzinə şey vurmuşam, soda. Soda vurmuşam. Yeməklərə vurmuşam. Ay, Ha. qurban- Sənə deyim maraqlı bir qurban şey olaram alınıb. uşağı Ha. yazıb. Böyle interesli şey alınıb. Sən bir-iki dəfə vur baxarsan. Evdəkilər əsas odur ki, sağ qaldılar, prosta. Hətta deyəsən biraz bəyəndilər. Yaxşı. Sağlamlıq üçün hə, soda əvəzinə. Soda əvəzinə duz Duz əvəzinə oldu. soda. Hə. Bunlar çıxardıram bu getdi. Onlar çıxartdı, hə. Tamam, İndi so. sən- O qaldı qısa bunu qoyub başına. Ha, deyirəm biraz da yağ vuraq. Prosta buna heyfim gəlir. Bagati bahalı yağdır. Deyirəm bir dənə ucuzuz vuraq. Qıza. O tərəfini kəsərsən Biznes yaxşı. woman oldum belədir də. Deyir ki, yağa heyfim O gəlir. tərəfini kəsərsən. Az verəcək. Da yazıq amma nə eləsin? O qədər Yox, ziyana düşür hər dəqiqə Ziyanı başı. düşdüm mən sizdən. Yəni bu da ucuz deyil, sən nə deyim? Bu da hamam usulü deyil. Göstərmə reklamı getməsin. Hə. Baxın. Buna pul verin də biraz da. Göstərmə. Utanasınız. Bir dənə Göstərməsən o. Hə, belə. Mənə Çox. bir sən nə soruşmaq istəyirəm. Sözdən qaçdım. Bu o qədər stressli işin olur sənin. Hə. Sən bu fikrindən keçib ki, haçansa tüpürüm bu həyata. Atıram, gedirəm, evdar qadın olacağam. Ürəyindən keçir. Eləyə bilərsən belə şey yoxsa yox? Olur ara bir də belə söhbət eləyirik. Prosta Şahbaz müəllimə hərf eləmir də o. Yəni o mənə belə motivasiya verir ki, yox Motivasiya ki, verir. hə, məncə elə bütün Evdar qadından xoş hə, gəlir. o kişilər hamısı belə çox kitr idi. Heç səhv eləmir ki, qadın gəlsin boynunu otursun. Ay nə bilim, bunun pulunu ver, bunun pulunu. Ona görə yox, sən bacararsan, o mənə yaşayam. Hə, bizdə də kişi belədir. Deyir ki, get, bizdə. Vay, bu boyda yaşımda düşmüşəm YouTube kanalı açmışam. Get deyir hər şey motivasiya versən. Get arxandayam, dalındayam. Vay, maşallah belə eləyir. O indi səs-küy olacaq. Başda. Bunu qəşəng üyüdürük. Baxın, ən çətin indi məsələyə keçirik. Bastı, bu belə olacaq. Ana bəsdir. Vaxtımız yoxdur. Maşallah da var, hə. deyir ki, tez olur. Hə, deyəm duz vurdu. Duz vurdun, hə. Hə. İstiyot da vurdun, andırdın başına nə qədər. Düz. Onu amma gərək nə ilənsə yeyəydik. Hə, deyəm verəm o şeydə. Mən verərəm, sən otur. Yox, deyəm, qoymaram. Qonaq gəlmisən. Baxın, əzizlərim, belə gözəl bir dənə kaşa oldu. Bunlar bagati vururlar bunları deməli. Bunun da reklamı ola bilər yeri gəlmişkən. Göstərmə. Göstərmə. O belə kaşa kimi oldu, belə. Görürsüz? Və biz bunu indi bagati adamlar bunu çörəyə vurur, nə bilim belə saqqanaq bir dənə. Bagati italyanski pesto. Hə. Baxacağım, Motallı pərpət öyünü. Düzün sözü çox maraqlıdır ki, bu necə oldu? Dayan baxın. İnteresin, hə? Motalın dadı belə ləzzət verir. Badam vurmaq. Yox, vurduq. Xoşuma gəldi, mənim ləzzət elərim. Düzün sözü elə bilirdim ki, dəhşətli bir şey olacaq. Ağzıma vura bilməyəcəm bunu, amma doğrudan da yaxşıdır. Yaxşı da. Bu ne? Makaron da. Makaronun üstünə də vurursan. Mən onu belə səhər tezdən başlayıram tıxmağa. Əvvəl bununla, sonra abedə nə bilim salatın içinə. Makaron da eləyirəm, qəşəng bunu. Prosta bizimkilər yenə deyirlər ki, əti hardadır? Bizdə makaron mütləq ətlə olmalı. Mənə bu. Sportla məşğul olsan, görürəm Şahbaz səni elə aparır. Gah yoqaya, gah nəyə. Xoşun gəlir məşğul olmaq sportla, yoxsa yox? Yalnız o şey var ha, Savaşana. Şavasana, Hə, Şavasana. hə, Savaşana, hə.
qəşəng belə Ölü uzanırsan. pozası. Hə, belə uzanırsan, ha, belə qəşəng. Mən də bilirəm, İşte, bir-iki dəfə Hə, getmişəm. hə. Yatırsan. Yatırsan, yox. O meditasiya edirsən. Çox yaxşı o. Belə çox xeyirlidir. Yox, öz aramızda belə baba görürəm yığılmısan belə qəşəng sportivnisən. Yox. Day bəsdir yudun xırt-xırt eləyir cəmaət hamısı qulaq. Yazdı. Operatorların Ağızlarının suları axdı. Keçirik ikinci mərhələmizə. Güzel. Nə edirik ikinci? Nə mənim? Sonra yeyəcəyik, oturarıq. Mokalı yığışdırırıq. Hara yığışdırdın? Atırdım ağzıma bitikə. Hə. Kalsiydi, Başlayırıq qoca ona. nənəyəm, mənə sümüklərimə lazımdır. Biz indi o türklərin o turetski salatı olur. Yenə pərpətöylə. Yer gəlmişkən bu pərpətöyün hələ də hər yerdə satılır. Vəbşə ümumiyyətlə bu il boyu satılacaq hər yerdə. Hə. Kimdə satılmırsa, çıxın bayıra, görəcəksiniz, həyatınızda var. Dərin bunu yeyin. Çox böyük xeyri var. Buna türklər semzi otu deyirlər, semzi otu. İngilislər də porlain deyirlər, sən bilərsən, elə təzən olan Amerikada. Mən niyə bilim, 2-3 dəfə Amerikaya getmişəm, hamısı məni İngiltərə şünas sayır. Hə, ondandır və onu götürüb indi qatıqla, qəşəng sarımsağla və hətta bunu da belə qəşəng. Qızə o sus olacaq qatığın içində. Onu gəl vurmayay. Xiyar olsaydı vurardı. Xiyar deyil ki bu, qabaçoqdur, nədir? Zəhləm gedir onu. Xiyar vuraq, onu bir dənə xiyar da var orada. Su çıxarır, yarısı 90% Sözüm sudan. düz mən hələ heç vaxt onu vurmamışam, nə xiyarı, nə qabaçoq. İcazə vermirəm. Mən icazə yoxdur. Gəl elə. Mən indi sənə başqa sual. Başlayaq. Nə ilə başlayırsa onu. Sarımsağı belə. Nə maraqlı şeydir bu. Nədir bu? Bunu Hə, boşana modli şeylər var. Mən beləyəm. Belə yeməklə aram yaxşı olmasa da, amma belə modli şeyləri almağı çox sevirəm. Sən görmüsən belə şey? Gördünüz? Vot, bu belə getdi. Hamısı belə qəşəng oldu. İtkisiz bax. Belə, hazır. Onu tökürük bunun içinə. Ya bunu qəşəng qıran qaban qoyaq. Belə qoyaq. Bunu belə qatışdıraq. Demirsən o şeylər. Əziz qatıq istəs. Yəni o Villeroy'du kimdir? O kim pul yaxşı pul verir adətən reklama. Bunu reklam eləyək də, bu onların deyil. Yəni vəbşə sponsor olun da bu. Kimindir bu? İtal dizaynla dost olsaydı çaldı valla. Onlar verməzlər mənə. Mamama hədiyyə etmişdilər ad gününə, o da mənə verdi. Mason kəşf, bilmirəm, tanımıram. Masonlar yazılıb, masonlar. Hə. Ya qəşəng pul buraxın da, görürsünüz, öldürür özünü. Qəşəng yemək reseptləri falan, xalqı maarifləndirir yeməklə bağlı. Yaxşı, hə bunu nə istəyirsən? Hamısı. Necə oldu ki, indi sən bişirirsən bunu? Kömək eləyirəm. Hə, yaxşı. Hə, mənə blogerlikdən da danışmaq istəyirəm. Qısa heç bir suala cavab vermədin, başa düşürsən? Hə. Birinci deyirdin ki, deməli idmanla arın yoxdur. Sonra evdar qadın olmayı da istəmirsən. İstəyirsən yoxsa mən ev işini görməmək üçün. Çapaz bəyi bir qırağa qoy. Yox, həm də sən ev işləri görməmək üçün elə işə qaçıram da. O karantin vaxtım öldüm məni. Səhər tezdən dur, yemək bişir, evə yığışdır falan. Ay görürəm gül kimi ofisim var. Orada qəşəng bir dənə kof süzürəm. İSOM-la videom belə rəhbər tapşırıqları verirəm. Bu mən başa düşürəm. Ha, yox belə. Mənə bax. Qaç, evi yığışdır, yemək çox sağ ol deyən yoxdur. Amma belə bir kere də olmalıdır. Belə gəlir. Çox sağ ol deyən heç vaxt olmur. Hə. Sonra ölürsən gəlirlər hamı deyir haqqın halal elə, halal elədi mən. Öləndən sonra nə haqqın halal eləmişsiniz? Bir dənə nə bilim kartımın nömrəsini bilirsiniz də. Ora bir halal eləmək istəyəndə bir 50-100 manat zatdan atın. Düzdürmü? Allah. Deyirlər. Hərdən deyirlər, bilmirəm sizə necə təşəkkürümü bildirim, kömək eləyirsən. Nə, kartımın nömrəsini. Kartı da mən vermə salam ha. Həyat belədir, biz belə döydük valla. Hə, blogerlikdən biraz danışaq. Blogerlik əla gedir səndə. Mənə elə gəlir ki, sən 2 il bundan qabaq Masya ilə getmişdin, intervyu eləmişdin. O intervyudan sonra orada dedin ki, mən də bloger olacağam. Və 2 il ərzində nə qədər yüksəlişlər oldu səndə. Belə dağıdırsan bizim blog. Hə, hər şey səndən başladı. Allah hamd olsun. Normal adam, yəni ki, çox sağ ol ki, məni bu yola yönəltdin. Belə indi də özümü hər yerdə özümü hər yerdə çox qəşəng təqdim edirəm. Zarafatsız, bloger işində ən çox nədən xoşun gəlir? Çəkilişdən, yoxsa deməli bu prosesdə nə xoşuma gəlir? Mənim ən çox ümumiyyətlə bu blogerlik fəaliyyətimdə nədən xoşum gəlir? Yolla gedirsən və insanlar gəlib sənə salam verirlər və çox belə gözəl emosiyalar hiss edirsən həmin anda. Çünki sadəcə qucaqlayırlar. Bu səni sadəcə sevirlər çünki sən bax beləsən.
Çox yaxşıdır. Yaxud da yazırlar ki, bilirsiniz, mənim bu gün həyatımda çox ağır bir nəsəbdə bir hadisə baş verib. Girdim sizə baxdım storylərdə. Mən hasız çox aktivam da storylərdə. Storyləri və nə qədər Sən adam mənə yaxşı məsləhət ver də. Bu storylara cəmaət cəmi 200-300 manat pul götürür. Amma reelslara görə 5000 6000. Mən görə bütün gücümü reelslara verirəm də. Bomba gedir, hə. Qarşı deyirlər ki, sizin o storylara baxıram. O story vəbşə məni dağıdır. Bütün gücümü verirəm o storyaya. O cəmi 24 saatdan sonra pık olur gedir. Çıxır gedir. Heç xalqın yaddaşında da qalmır. Deməli ən çox səni tanıyan cəmaət gəlib səndən qucaqlaşanda xoşuna gəlir. Bir də məsələn deyirlər ki, biz əvvəl elə bilirdik ki, siz çox soyuq, yekəxana, ifritəsiz. Amma indi başa düşdük ki, bu anda da mən həmişə deyirəm ki, indi başa düşdünüz ki, mən çox pozitiv, soyuq və yekəxana ifritəyəm. Onları atırlar. Ay yox, sən. Qızı onları atırlar, vallahi onları kəsmə. Dişimizin altında qalacaq. Protezlər hamısı çıxacaq. Yağmur elədi. O şey bunu eşək boyda kəsib cəmaət. Sizə deyim, apar tulla. Bu nədir? Güzel. Belə. Sən ala bir dənə bunu çək, qurban olum. Maşallah bu görünür orada yoxsa yox? Bu hamısı vitamindir, vitamin. Mən 2 qoyuram sənə. Tez qarışdırdım görürəm. Sevirəm xətrivi amma bir dəfə Şahbazın qohumları gəlmişdi. Mən də onlara dedim ki, qəşəng sizə balıq bişirəcəm. Balıq qonaq olub. Qəşəng belə bir dənə fareli balıq var. Məndə də həmişə 2 problem olur da. Ya çox bişirirəm, ya az bişirirəm də. Bu şimdisə bu dəfə yaxşı alınmadı. Başladılar kəsməyə. Belə təntənə ilə gətirdim böyük otağa. Qonaqları orada qəbul edirəm və başladıq kəsməyə. Bir də görürlər ki, içi çiğdir. Yazıqlar pərt oldular. Şahbazın da maşallah 14 bacı qardaşı var. Çox böyük belə mehriban ailədirlər. Nə gözəl. Hə. Onlar biraz belə pərt oldular ki, necə reaksiya versinlər də. Yəni mən olmasaydım otaqda bəlkə də tullayardılar. Amma mən də belə şounu nədə tapdım. Dedim, bu Yapon sayağı balıqdır. Olaraq hər şey yeyirlər. Hə, sushi. Söz ortadan da çıxmaz. Yazıqlar yaxşı. Mən maşallah mən bunu çəkməliyəm sən. İndi başladı danışmağa pis olacaqsan. Mənim xalam Şəmkirdə yaşayır. Aynı ailə. Öpürəm səni. O ara bir yazığı yarır mənə. Şəmkirdən mənə dondurulmuş dolma bişirir, dondurur, göndərir. Sonra marazilka yığıram orada. Açıb görərsən indi. Sirləri hamısı. Bir dəfə də o dolma göndərib, amma bişirməyib. Və mənə Maygülüyə 100 dəfə deyib ki, Nigar, o çiğdir, çiğ. Ay, bunu vereyim. Danış. Sən 100 dəfə deyib ki, o çiğdir, o dolma. Onu bişir ver qonağın qabağına. Mən də təbii ki, unutdum. Götürdüm onu xaladelnikdən, qoydum düz şeyin qabağına. Onlar da yeyirlər bəhbəylə. Amma deyirlər, nə maraqlı. Sonra gördüm ki, akası çiğ ət imiş. Şaşı pişməyib. Güzel, onu bahalı restoranlarda adına bir də dardar deyirlər, tartar deyirlər. Nədir? Çiğ əti yedizdirirlər sən. Deyərdin ki, dardar dolmadır. Hə, öyle. Hələ deyəndə məndə çoxdur belə şeylər. O gün də keçən həftə Şahbaz gəlib bacısı oğlu ilə. Toji qəşəng dedim sizə qəşəng idi. Toyuq qızardacağam. Qızardıram, belə bir qızardılıb. Qoydum qabaqlarına, sonra çıxdım ki, onlar söhbəti var da. Mən belə baxmaya çox taktik delikatla danışıram. Şahbazın qonağı gəldi. Həmişə otaqdan çıxıram, söhbətləri olur. Yarım saatdan gəlib görürəm ki, toyuq yoxdur. Elə sevinir. Dedilər həyatımızda belə dadlı toyuq yoxdur. Heç nə qalmayıb. Hətta sümüyü yoxdur belə. Təsəvvür edirsən dedim, ay maşallah. Sonra da elə dünən mənə prosta dedilər ki, akazvisa onlar onu yemədilər. Yəni kəsdilər, gördülər ki, qan axır, yəni çiğ toyuq. Görsən Şahbaz mənim necə delikatla adam. Mənə pis təsir etməsin deyə götürdü onu elə sümüyü ilə tulladı. Düzdür, pişirə bilərdi də, özü durub pişirərdi də. Amma dedi ki, mənə pis təsir etməsin deyə, onlar elə bir ki, şeylərdir, güya ki, yiyiblər də belə. Sevgi, məhəbbət bu deyir. Kişinin başına oyun açıram, vallahi. Oyun açacağım. Mənə bax, bəs birinci bu blokerlıq eləyəndə, axı özünü gic-gicə aparırsan ha. Orada cəmaət sənə də, nə bilim, bir mamadır, Şahbazdır, uşaqlardır. Deyən oldu ki, eləmə bunu, biabır eləyirsən bizi. Mənim qızım eləmiş onu deyir, ay mama. Hələ də deyir. Hər gün deyir ki, cringe-dir. Cringe-dir. O gün yazmışam ki, şortik geyinirəm. Zarafat eləyirəm də. Deyirəm ki, Şahbazla nəsə dalaşdım. Nazlı oyun şortik geyinirəm də. Ona da çox pis təsir edir də. Belə o solid adamdır Şahbaz bəy. Şortik geyinir. Qızım deyir ki, onun kimi cringe hələ story görməyib. Dinən baxmadı. Baxmadı da orada da. Cringe olursan baxma. Bizim qızım indi Çindədir. Kitayın o başında. Cəhənnəmin dibindədir orada. Hansısa bir provinsiyanın nə bilim kəndində. Orada incəsənətlə bağlı festivala qatılıb. Vaxt tarixini nəzərə alaraq götürdüm onun rəsmlərini. Gəlmişkən,
Bu da onundur. Bu O da- rəsmlərini o istoriya qoydum. Ay 2 dəqiqə keçmədi ağlıma gələn mənə ucu yazır. Mamasil dedim sənə. Sənin deyir söhbətə bax. Deyir sənin Instagramın sənin üçün daha vacibdir, nəinki mənim privacy. Hə, mənə bax, onlarla işin olmaz. Onlar başqa söhbətə girişmə belə sırası bulacaqsan. Qorxdum sırası sildim onu. Dəhşətli Mənim boşalır. nəvələrim də qoymur. Bir qoyum, cəmaət baxsın, pont yığım özüm üçün, deyim bu burada oxudu, bu nə elədi, o nə elədi, nələrə layiq oldu. Axı biz Azərbaycanlılar sevirik belə şeylər. Qoymurlar ki, qoyma heç kim. Biabır eləmə bizi. İstəmirəm, biabır eləmə bizi. Mən də belə yetim kimi dəqiq qalmışam. Nə adam evləkilərini göstərə bilirəm, nə dostlarımı göstərə bilmirəm. Tək-təkinə blog işlədirəm. Ona da bilirsən, o da başqa bir məharətdir. O qədər cəmaəti tək simamdan saxlayım vnimanniklərini. Nəysə, burada mənə sənə bir tuş. Yox, o pul zat gələndə baxım görüm onlar sənə nə Bir deyəcəklər. köpük də vermirəm onlara. Gəlir də pul, nə qəşəng pul gəlir, qəşəng. Arıqlarını bir qəpik də pul vermə. Pul gəlir, heç nə 1 qram dollara. Bu verişdən sonra əminəm ki, bax səndə o pul belə də axını gələcək. Hiss edirəm. Pul axını var. Reklamların bahadır, şey eləmirəm. Yəni nə deyirlər ona? Ağlamıram. Çox sağ olsunlar. Çoxlu dostlarımız var. Bilən bilir. Bilməyən reklam vermir, elə verməsə yaxşıdır. Döndərirəm onları. Mənə bax. Bu qaldı yazıq burada qatığın içində pərpətöyün. Yəni bəlkə buna da motallar var. Sarımsaq da tökdü. Motal əlavə eləyir. Nə motal? Bəlkə duz burada motal qalır mənim. Nəysə, o kabaçoku qoyma. Ya eləyək də görək nə çıxacaq. Bu boyda kabaçok belə qəşəng kabaçok var. Motal qoyur. Doğru ya. Araq hissi niyə çıxartmısan bunu? Xiyardan. Bunu hara tökməliydi? Bunu mən bilmirəm nə üçün çıxartdım. O nəsə belə yığışdır onu, o yox deyil. Onu sonra yeyək də, qəşəng bundan sonra çay içək. Yaxşı. Üstünə nə istəyirsən tökək. Ha, gəl bir dənə motalı tökək, motalı sevirəm. Gəl motalı da tökək pərpətöyünün içinə. Qıraqda verirlər belə restoranlarda, amma biz içinə tökərik. Elə yemək bilmirəm ki, sən ona motal pendiri əlavə edəsən və o yemək dadsız olmasın. Motal əslində əlavə belə dadlar şeydir, bunda belə kəşf edir. Nə olsun ki, tam o türklərin yeməyi olmayacaq. O doğru bunu. Hə, deyəm bir dəqiqə göyərti də gətir. Nigar xanım bu günləri işə gələcək. Ondan motal və sarımsaq iyi gələcək əzizlər. Məndə ümumiyyətlə qəşəng göyərti var. Kitablara yaxın buraxmayın. Qəşəng göyərti də əlavə edək də, qoy olsun belə. Olsun. Dovğa fason belə bir şey. Sən ala balaca kəs barmaqlarını da kəsmə. Mən barmaqlarım da incə deyil də, doğramağım da incə deyil. Yoxdur hər şey. Elə özün pis deyirsən. Mənə dovğa da mənlik deyil. Otur dovğa bişirəsən. Söz deyirdim axı. Sonra kitablara yaxın buraxmayın bu gün. Yeməklərə yaxın vəhşi buraxmayın. Kafedə ən çox sevdiyin yemək hansıdır? O Kurasan Molda. Kitabxananızda kafedə açmısınız. O da bir qəşəng avokado toyuqlu salat ver. Onu sevirsən. Avokado toyuqlu salat. O da həqiqətən əladır. Onu belə bol-bol hər dəfə yeyirəm, çox xoşum gəlir. Avokado üçün ölürəm mən. Ölürəm avokado üçün. O bəlkə onu əlavə eləyə bir avokadonu. Avokadonun biri neçədir maşallah. Günə bir avokado yeyirsən. Sonra da gedir gəlir cəmaata daş atır, bağa atır, padruqa bağa. Yandırdım özünü necə. Bütün günü gəzirsən, sən ora gedirsən, bura gedirsən. Mənə bax, yorulmursan. O pulu, onun xərcləri kim verir? Yəni kitab satma ilə belə olur dövlətdən mən. Əslində mən hara gedirəm, şeydir də, dəvətlə gedirəm, belə çağırırlar, pulunu ödəyirlər. Düzdür, ikinci dəfə sonra çağırmırlar heç vaxt. Cavad mənim çağırırlar, mən də onun yanında qabırğa kimi gəlirəm. Uşları cavadı da gətiririk, tam nə bilim falan. Tiyəşə bir məsələ çağırıblar, qəşəng belə delegasiya zat nə bilim. Yenə o 3 nəfər getmiş. Qalıblar belə ki, az qal desinlər ki, mama papa niyə gəlmədi? Onlar da hala qızını gətirərdilər. Sən Allah, mən bilirəm ki, əminəm ki, hər şey yaxşıdır orada. Özünü belə şey verirsən. Yazıq kimi yola verirsən. Nə qədər suallar hazırlamışam sənin üçün. Sən dinən nə tökdün içinə? Gimalayski baxın, bahalı Gimalayski duz tökürsünüz içinə. Çəhrayı duz olmalıdır. Hə. Qəşəng dovğa hissi verir. Deyəm, bunu da bura əlavə etdin. Belə deyim də, bu qadın sahibkar olmalı, çətindir yoxsa kişi sahibkar? Azərbaycanda. Azərbaycanda ümumiyyətlə sahibkar olmaq çox çətindir. Qaldı ki, qadın olmaq lap çətindir. Çünki kişilər heç olmasa axşamlar gedirlər hansısa o dayday kafesində kabab yeyirlər, nə bilim hansısa belə söhbətlər eləyirlər falan. Bizdə qadınlarda belə şey yoxdur. Evə gəldin, evdə oturursan da belə. Yəni onlar üçün əlavə belə kommunikasiya üçün networking deyirlər ona. Onu mən də bilirəm. Birincisi. İkincisi, bizdə qadın sahibkarları hamının zəhləsi gedir. Elə baxmayın, belə Instagramda zətdə belə qəşəng qızlar olur. Ümumiyyətlə kim çıxır danışır, məsəl üçün televiziya zətdə
Hamı baxır deyir, danışır da, İsmail bunun kimisə var, dayı. Hə. Elə mən sözümü ona gətirmək istəyirəm. Bayaqdan Dayı söhbəti. Mənə də həmişə belə baxıb belə deyirlər. İndi ucu biraz qocaldım. Yəqin söz-söhbət da azaldı. Yəni gözlə söz-söhbət qabaqdadır hələ. Özdə mən fikir verirdim ki, axtarmırdılar ki, bunu saxlayan kimdir? Çünki görünür elə eybəcər idim ki, heç fikirləşirlər ki, əşi. Baxırlar bunun atası kimdir? Dayı kimdir? Dayısı kimdir? Ha, belə, ha. Görsən iş olur. İndi heç ona da baxmırlar. Bu işin biraz elə bir ki, ucu. Aləmsən sən. Hə. Mənə bax, indi soruşmayacağam hansı kitabı sevirsən, hansı kitabı, onu onsuz da başqaları soruşur. Sənə blitz suallar hazırlamışam, bir dəfəlik onlara cavab verəcəksən indi. Başlayaq. Hə. Deməli belə. İndiyə qədər satdığın ən qeyri-adi kitab nə olub? Hə, qəşəng sualdır. Belə nəsə belə abırsız şeylər ağlıma gəlir, onu gərək deməyim də, onu da verişimdə baxdırarlar. Yox, nə kitab, nə abırsız kitab gətirmisən, satmısan? Yox, elə ümumiyyətlə belə belə o qədər şeylər olub da, gülməli şeylər, hər dəfə də belə çaşıb qalıram. Hələ birinci nə gəldi ağlıma, onu dinə. Bahalı kitabı deyim yoxsa, ən bahalı kitab. Dinən, ən bahalı kitab da. Bilirəm, ən bahalı kitab üçün satma. Şahbaz bəy bütün gün oturur orada yarmarka zat eləyir öz nəşriyyatında. Bir manat kitabı görür, yarım saat çənə vurur. Yorulmur da, onu xoşdur. Aləm kişi deyir. Aman, sevirəm ki, bir kitab 500 manat olsun, 600 manata. Bir dəfə hətta 2000 manatlıq bir dənə kitabıdır. 2 manat, o nə kitab mən çox sevirəm, Baqat şeyləri belə. Mənə bu, onu kimlər alır? Baqat adamlar. Gəlib belə konkret verirlər ki, belə mənim evdə belə qəşəng şkafım var, onu qəşəng doldurmaq istəyirəm. Mən də deyirəm, sağ əlləri bizim başımıza. Mən də o gün olsun gəlib 2000-lik kitab alım sənə, semişka pulu kimi belə verim. Amma belə töküb pulu götür. Qıza o 2000-ə nə qədər siyomka eləyərdi bilirsiniz. Oturdum belə özü sayıram. Allah. Bəlkə o 2000-ə adamı nə bilim 5 il doydurmaq olar. Bura nə tökürük sonra? Hə. Dinən, yoxsa bitdi, qurtardı bu. Bu bitdik tartıya isə məni öldürdü. Mən elə bir ki bunun içindəyəm. Biraz onu bu tərəfə çəkim də belə. Ya qəşəng iyi gəlir. Dadlıdır, baxma. Ləzzət verir. Hə. Qəvə yavaş-yavaş yığışdırım, qəşəng yemək yeyək. Yoxsa operatorları yazın. Mənə bax, sənin super gücün nədir? Dayan, maşallah nə qədər vaxtımız qalıb? Yarım saat ələm söhbət eləyir. Nə? Yarım saat. Gəl bunun dadına baxaq. Bu bitdi. Sonra hələ nə qədər suallar hazırlamışam sən. Yenə də bununla dütdülüklə yeyirik. Qıza bu nə? Bu elə bir şeydir. Maşallah bunun dadına baxasan sonra kartondur vallahi. Durdu getdi, utanıram deməyə. Nə? Apilqə. Vallahi apilqə karton da elə bil yeyirəm. Ay Allah. Niyə? Çörəkdən zaten bir şey yoxdur. Biraz belə yumuşaq olsun. Təndir çörəyi, zavod çörəyi. Belə qabda verim də, qəşəng kasada. Yeyək. Hə. Qorxuram çox yeməyə. Amma bu yenə xırt-xırt olacaq. Nə yeyək? Qaşıqla yoxsa çəngəllə? Nə verim? Bizə Amerikanlılar dip deyirlər, dip. Hə, dipdir, hə, ondandır. Dip kimi, belə əlləri ilə soxurlar qabın içinə yeyirlər. Verim yazıq, operator yazıq, acıdan öldü. Verə indi yoxsa sonra? Düzü azdır, motalı hiss olunmur. Doğrudan da ya. Motalı əlavə etmədik, vəbşə biz. O qədər danışdıq. Motal qaldı. Göstərək, ələm cəmaat baxsın. O tərəfdə göstərin, belə göstərin. Hə. Belə də göstərik, elə bil ömürlərində qatığın içində göyərti görməyiblər. İstədik ki, gərək kabaçoku əlavə edər. Yox, suyun buraxacaq kabaçok, nə danışdım. Mən biraz bura motal istəyirəm, əlavə edəyəm. Tərifə də o qədər evdə çəkmişəm. Sən onu verərsən, axşam Şahbaz bəy tərifləyər sən üçün. Bu motal kimi dadlı şey yoxdur. Mikrofonlarda indi bu yeməyin xartxur ən zəhləm getdiyim şey. Bunu kəsərik. Maşallah çəkir bizə istoriyalara qoyur orada. Dip qısa istəyirsən kabaçoku doğrayım, onun içində salaq belə yeyək. Kabaçok elə bir 2-ci Dünya müharibəsindən çıxıb. Nə gündəndir bu? Yox, eləmə sən al. Mənim xörəyimi tökməyəsən o zəhmət. Yox, bilirsən necə? O şeydir, o inostan evlərdə olur ha belə zakuska şey eləyəndə qəşəng belə kökü doğrayırlar ki, o dipin içinə bunu salasan da belə bu. Kabaçoku bugün sonuncu şansıdır yeməyə düşməyə. Sabah qurtulayacağam onu. Ona görə gələcəm yeyək də bunu da. Bugün sonuncu şansıdır onu yeməyə.
Kimə verək? Şoşu ilə nəyə verək? Belə olur. Hə. Qədrimi bilmirsiniz. Buranı siz var. kəsərsən də bu hissəni, o cəmaət. Yox, heç nəyi kəsməyəcəm. Mən həmişə bu yemək verişləri qorxurdum. Çünki mən özümü elə biabır eləyirəm. Bilirəm bax necə doğrayıram, hansı şəraitdə. Özümü Ucu nə eləsin? bir ki qorxuram, özümü biabır eləyərəm. Yemək Hə, çünki verilişlərində. cəmaət baxır deyir, "Ha buna bax, pinti." Qoy desinlər. Doğrudan sən belə qorxun var yoxsa Var, arabasına həqiqətən. deyilsən? Çünki mən misal üçün Doğrudan, yəni kritikaya qarşı sən həssassan. İnana bilmirəm. Zarafat eləmirəm, doğrudan cavab ver mənə. İndi sabah gəlir cəmaət deyir ki, xörək bişirə bilmirsən, mən nə bilim, poz verə bilmirsən. Nə gözəl. orijinal şeylər, orijinal şeylər. Baxın, food bloggerlər Hə. öyrənin. Sabah oğrayıb qoyacaqlar səhifələrini. Sarı kabaço. Hə. Bunu da gətirən qaba qoyum, onu da. Bunları yığışdıraq. Sən cavab ver mənə, mikrofon orada işləyir, kadrda olmasın. Hə. Sən Gəldim. kritikaya həssassan ya yox? Nəyə? Kritikaya? Kritikaya. Yox, yox. Yox. Hətirimə dəyir vallah. Hələ həssas o deməkdir də. Hədə, ya oxumuram. Oxumursan. Çünki incələcəm. Sən oxuyursan, məsəl üçün kimsə bir dənə söyürsə. Oxuyuram. Gedirəm, Blok edirsən. cavab verirəm, bloka atıram. Cavab verirəm. Onlar oxuyur. Elə onlar cavab vermək istəyəndə bloka atıram, içlərində qalır. Belə eləyirəm, yaxşı. Terapiyadır da o da mənim üçün terapiya. Mən də konkret mənə Yemə. bir strategiya yoxdur. Sonra deyəcəklər ki, Mırçıldaya. Mən konkret bir strategiyam yoxdur. Nədən başlayım danışmağa? Ağzıma gələn yazıram. Hə. Söyüşdə söyürəm bağışda. Ağzıma gələn yıxıb sürürəm. Bəzən də müqəddəs ana kimi hışlam. Belə heç boka da atmıram. Sadəcə deyirəm ki, təşəkkür edirəm rəyinizə görə. Belə deyirsən. Hə, mən yaradıcı insanam, ona görə də belə həmişə belə Nasrayı ilə asılıdır. Nasrəyin də asıdır. Mənə bu. Amma sənin variantın çox yaxşıdır. Allah. Elə. Bloka atırsan və salam. Həyatında ən cəsarətli iş nə olub elədiyin? Çox fikirləşmə, elə bir dəfəlik. Bundan da yeyə bilmirəm, hirslənirəm. Xırt gedir axı. Vallahi yalan demirəm. Həqiqətən. Haqqı. Mənim yeməyim, mən ümumiyyətlə belə Onu incə qızar var belə. Yam yeyirəm, mən yox, amma mən özümü saxlayıram. Əzələn getir. Mənə bu. Ölür TikTokda cəmaət oturub baxır ki, o birisi cəmaət nə yeyir. Maşallah inanırsan. Əgər siz vaxtınızı başqa cəmaətin yeməyi ilə vaxtınızı başqalarının yeməklərinə baxa sərf eləyirsinizsə, deməli sizin həyatınızda nəsə, haçansa düz getməyib, onu sroşni düzəldin. Ağlınızı başınıza yığın, ay cəmaət. Düz demirəm. Düz desən, просто bu müzik kəlamlar mənim xoş şeyin sədaları altında getiriyor. Elə sakit danışırsan ki, heç də eşidilmir. Biraz bərk danış. Hə, deyirəm, haqlısan. Hə. Həyatımda ən cəsarətli addım sahibkar olmaq idi. Hə, inanırsan? Sahibkar olmaq. Mama məni hələ də söyür ki, o vaxt mama istəyirdi ki, mən hansısa bir elmi araşdırma institutunda bir işləyim, tam nə bilim, sənədləri aparıb gətirim, nə bilim, bir işlə məşğul olum da belə. Mama hələ də peşmandır ona görə ki, kəşk sən o vaxt belə eləyardın, hə. Crime suçu kitabxanaçı olardın. Nə də belə bu sahibkarlıq yox da gecə gündüz hə orada mal saxladar, orada nə bilim nə hay-küy, qırğın, dava, dalaş 24 saat. İndi bəs qızım desəydi ki, sahibkar olmaq istəyirəm Azərbaycanda, mama, icazə verərsən ona? Ay yox, yazıqdır. Verməzsən. Yox. İndi anamı başa düşsən. Mən qızıma heç vaxt nəyəsə qadağan etmirəm. Onu əvvəldən biz belə danışdıq Amma ki, mən istəyirəm. hər şey sənə icazə verirəm. Nə istəyir eləsin? İcazə ver yox. Deyirəm mən yəni ürəyindən olar yoxsa deyərsən vay nə çətin. Yazıqsan, baxdın. Gizən getdikcə sözünə daha rahatlaşır. Yəni biraz belə var belə məsələ. Əvvəllər dəhşət idi. Biri gəlib misal üçün deyirdi ki, qapıda dayanmışdı yanındadır ki, o idarənin adını deməyim də. Demə. Hə, ən çox belə pul götürən, hə, vallahi. 15 il əvvəl idi. Gəldi belə qapıda dayandı ki, mənə pul ver, pul, 14.000 pul istəyirdi. İdarənin adını demirəm. Hə, mən də dözmədim. Mən həmişə biraz ləkər fasonumda belə baxma yenə belə eynəyə zatla. Götürdüm onun qəşəng videonu çəkdim. Dedim ona xəbərdar elədim ki, bax məndən oyun oynama ha, partiyanda partlayıram.
qəşəng onu protokollaşdırdım. Çünki ora bir neçə oxucu girmək istəyirdi mağazaya. O da qapıda dayanıb, gəl bağladı bura, bağladı. Onlardan aktlaşdırdım, imzaladılar. Bunları hamısını qəşəng yığıb toplayıb göndərdim mən yuxarı instansiyalara şikayətimi. Növbəti gün mən ulduz oldum. Nəsə belə momentə düşdü ki, ki, hamı kakras o vaxt korrupsiya ilə mübarizə elan ediblər. Məni birdən mən ulduz oldum. Hər yerdə məni çağırırdılar. ASTV gəlib məndən çəkiliş edirdi ki, həmir bax. Apardılar məni hansısa mecnarodi konferansiyaya. Gərək orada blog yeri. Orada bloqu orada açardın ya. Və orada bu hələ 15 il əvvəl oldu. Və orada o vaxtda ki mən fağır adam idim. Nə belə filan, nə bir şey kitabımı satırdım. Və həmin momentdə orada aparatla mecnarodi konferansiyaya orada hamı birdən deyir ki, we have here nigger cartel a fight with corruption in the whole country. Hamı belə mən də belə yazıq hamı mənə əl çalıb. Bu şimdi mən elədilər qəhrəman. Sən öz ölkəmdə, xaricdə hamı bütün mətbuat mənlə bağlı yazırdı ki, bu qız korrupsiya ilə mübarizə aparır. Bütün dövlət orqanları hamı məni alqışlayırdı ki, super falan, nə bilim nə. O yazığı həmin o idarənin işini, işdən çağırdıblar, şapatırıblar, statiya ilə, zaxtan, belə hamıya yazdı. Sən ASTV gəlib səndən çəkiliş edib. Bakıya qayıtdım. Bir həftədən sonra məni təzədən o idarəyə çağırırlar. Deyirlər ki, indi bu həmin o məsələyə görə üzr istəyir də, o adamı işdən çıxartıblar. Amma zəhmət isə o pulu ödeyin də, rüşvəti. Ağzı açıq qaldım ki, siz məzələnirsiniz, özünüz məndən qəhrəman elədiniz. Mənim belə planım yox idi, oturub belə hər yerdə tam nə bilim bula. İndi deyirsiniz bir rüşvət ödədin. Allah'ın da olsa. Ağzı açıq qalmışam. Dedilər o ayrı bu ayrı. Nə deyirlər? Nələr görməmisən? Vallahi ondan sonra o əsl mübarizəm mənim ondan sonra başlayıb. Başladım. Mən də düşündürəşdim ki, yox mən təzədən cəmaatın yalanı buradan. Nə, Geroy po nevole, nə? Sənə adın, imicin çox əzizdir. Sabah sənə gəlsələr, nə qədər pul versələr, çox pul versələr. Çox, həddindən artıq. Desələr ki, çıx, məsələn, qabaq nə isə deyirdim, belədir, elədir, çıx, indi təriflə, eləyə bilərsən onu. Zaprosto. Doğrudan. Yaxşı pul versələr, zaprosto. Nə görürəm, mən pul üçün. Yaxşı, nə deyirsən sən canına? Nə bilim, bir yarım milyon zat belə. Satılırsansa, belə 1 milyona satılır, 2 milyon, dollar deyirəm, dollar. Dollar yaxşı söhbətdir, dollarla. Təsəvvür et ki, əşya atasan gedəsən indi Balidə. O pulan 10 milyon dollardan. Belə yox, belə evdə. ChatGPT Zotcast'ın düzəldən şeylərin, aksiyaların 1 milyonu. Sonra dividendlərlə get yaşadın. Dur gedəyəsən canım. Gedək. O arabadan. Hani, cəmaat, nə, gətirin 1 milyon, 2 milyon varsa, gəlin nə istəyirsiniz deyək. Keçək bu birisi suala. Yox, bunları deməyəcəm. Tak. Və o məsələdən sonra, o vaxtdan sonra. Yox, gözlə. Ondan əvvəldən. Amma o məsələdən sonra mən ümumiyyətlə rüşvət ödəmirəm. 15 illik. Bir qəpik. Bir köpək uşağına, bir qəpik rüşvət ödəmirəm. Sağ ol. Yol polisi olsun, nə bilim, jektan gəlsin, nəsə pul dilənsin, nə bilim, o yan, bu yan. Belə. Bir qəpik pul vermirəm. Və hamıya da deyirəm ki, ödəməyin. Ödəməyin yoxa, verməyin. Rüşvət ödəmirlər, rüşvət verirlər. Verməyin də, verməyin, məsələn. Yaxşı, rüşvət söhbətin bağlayaq. Yemə, sualım var. Ay Allah, yenə də yedik. Ölü və diri kimlənsə oturub, yeyib, içib, söhbətləşmək istəsəydin, kim olardı? Bu kimi istəyirsən? Qoy onu yerə, bəsdir yedin. Gəl sənə danışım. Deməli, mən ən sevdiyim yazışlardan biriyim. Jo Nesbo'dur. Kim? Jo Nesbo. Norveç dedektiv yazardı. Yaşayır hələ. Yox, dur hələ. Və o Norveçdə yaşayır və onun rock qrupu var falan. Norveç ölür onun üçün də. Norveçdə o belə doğrudan milli qəhrəmandır. Çox sevirlər onu. Möhtəşəm dedektiv yazır. Orada bilirsən necə, mən çox sevirəm belə dedektiv. Ciddi ədəbiyyatı da çox sevirəm, amma dedektivlər ürəyim gedir. Xüsusən orada bilirsən necə, qan içində onu doğradı belə, onu belə öldürdü, manyaklar, zatlar. Ölürəm mən belə kravavi dedektiv üçün. Çünki onu oxuyub, sonra real həyat ondan sonra elə gözəl, elə rahat görsənir də bu reallıqda baş verənlər. Mənim həmişəki arzum o idi ki, gedim Norveçə və risk bir dənə onunla tanış olum. Həmişə istəyirdim. Deməli ondan istəyirəm. Gedib baxım. Və indi məsələ orasındadır ki, mən bu qışda getmişəm Laplandiya. Uşağı aparmışam Santa Clausun yanına. Nə gözəl.
Hə, bahalı həyat Hə, belə. bahalı həyat belədir. Hə. Ay Allah, hə. Kasıb kitabçının həyatı. Yaxşı, sən deyim ki, Sən bu hamıya uşaqları Bogati, aparanlar Bogati deyirsən. hamısı bəhanə kimi özləri üçün aparırlar, özün yerinə. Əlbəttə, Hə, əlbəttə. bir dənə bilirsən işarə zat vurur. Hə, yo, yo, barədə yo. danışma. Hə, onunla bağlı. Zət. Parpatöyün ayağımın altına gəldi, ona görə. Bu pərpətöyün səni bundan sonra уже hər yerdə Hər yer, görəcəksən. gözümün Mənim уже önündə həyatıma girib bu pərpətöyü pərpətöyün, yuxuda da onu görürəm. Nəysə. Gəlmişəm Laplandiya. Qaydanda indi deyəcəksən yenə bu Bogati həyat. Zat birdən belə dedim ki, mən Reska через Norveç gəlmək istəyirəm. Şabaza deyirəm. Reski. Hə. Mən Şabaz Cavad oğlumuz gedirik Norveçə bir günlük. Oradan Bakıya qayıdırıq. Hə. Norveçdə də bir günlük vaxtımız var. Otelin yanında da bir kitab mağazası var. Mən də dünyanın hər yerində harda varsa kitab mağazası mütləq gedib içinə orada şey eləyirəm də, şpionluq eləyirəm. Çəkilir zat baxıram, nədir, ideyalar oğurlayıram. Ha, yox, onu necə deyirlər? Mən istəyirəm. Yo, ilhamlanırsan. Hə, ilham, точно, hə, ilhamlanıram. İdeyalarla ilhamlanırıq. Hə, yazıq qızım da deyir ki, belə ki, mama, bu mənim ömürlük travmadır. Mən balaca olanda hər yerə məni daşıyırdı. Deyirdi ki, qızım dur orada, mən çəkim. Hə, yaxşı ideyalar, ilhamlanıram o ideyalara. Hə. Giririk o kitab mağazasına. Bir də görürük, nəsə belə düjuxa var da, cəmaət oradan girir, çıxır. Başa düşmürük nədir belə. Norveçin adi bir kitab mağazası. Prosta случайно giririk otelin yanında. Mən soruşam, nə düjuxadır belə? Onlar da deyirlər ki, indi Yonez bura gələcək. Ay, öldüm mən. İstədim yarın nə var? Getirdi Vallahi, sən bir Tanrının işlərinə bax. Mən deyirəm, Diyanə bir dəqiqə. Hana bax qayıb. Deyirəm, 20 dəqiqə yazada. Deyirəm, vallahi sən tam. Təsəvvür et. Özdə o gəlib orada imza günü yox. O prosta gəlir elə bir ki, onun işi var idi o mağazasında. Bəlkə pul zat götürüm. Hə. Cibinə qoydu, bilmirəm. Onun üçün gəlib ora. İyi. Ay Allah, mən Şahbaz mənim ucu bilmirdi neylə. Tanıdım onun üstünə. Ay Allah, mən onu çox sevirəm. Bütün kitablarını oxumuşam. Avtoqraf, nə falan belə çox qəşəng oldu. Şəkilin var, göndər bizə qoyar bunu. Üstəlik Şahbaz müəllim onun kitablarını Azərbaycan dilində nəşr edib. Yəni onunla kontraktı var. Hə, prosta heç vaxt görüşmürlər də. Çünki через agent orada olur da, literaturun agent kontraktları imzalayır. Bu eşidəndə ki biz Azərbaycandanıq, dedi, nə yaxşı, mən ümumiyyətlə çox istərdim ki, Azərbaycana gələm. Axı bunun da çoxdan ki belə arzusu var. O işim o yan falan. Şəkil bol, nə bilim şeyləri. Mən özümü öldürdüm və cırdım orada ki, ay Yonez bu. Mən sənin neçə eli vanatıyam. 20 neçə ildir ki, mən o kitablarını oxuyuram. Ölürəm mən onun üçün. Sonra hətta o özündə şəkil paylaşdı. Hə, indi o şəkil varsa göndərərsən qoyarıq bura. Mən yoxam o şəkildə. O yandıran budur. Görürsən, o deyirlər, mizoginiyadır, nə bilim, nədir falan. Yonez bax, gözün çıxsın. Amma mən şəklini niyə qoymadım? Şahbazla şəkil qoydum. Başa düşdün? Ya mən orada belə, ay o yan belə falan. Это всё mimo da. Bu deyir, əşi bu bunun yəqin katibəsidir. Deyirəm, ay mən bu sellerəm, sənin kitablarını sədir. O yalnız elə Şahbaz görür. Şahbazla da şəkil çəkir. Burada deyir, yetmə çox gəl deyən olur. Yəqin ki, hə. Yəqin ki, Şirinə belə sumaşır fanatika gəlib mənim sumatlanır belə falan. Bilmədim ki, ay qardaş, sənin Azərbaycanda ən böyük fanatın mənəm. Qoymadım mənəm. Qıza belə danışmaya baxmayacaq buna. Amma istəyirsən tərcümə eləyərək Norveç dilinə göndərərək kəsər maşallah onu. 100%. Görsün ki, hansı ulduzla şəklin çəkməyib. Hə. Mənə indi sən belə hirslənirsən o, belə stresli. Stresi necə atırsan? Bizə maraqlıdır. Nigar necə stresini atır? Ən çox sevdiyin kitab oxuram. Həmişə kitab oxuram, bəli. Nə vaxt ki məndə evə gəldin, stresi atmaq üçün kitab oxuyursan. Deyərəm ki, yemək bişirirəm. Mənim yeməyimdən sonra Yo, biabır eləmə. O xüsusən də dedim də sənə o uşağım. Sən elə kitab oxu, kitab oxu. Yazıq uşaq, burada yazır ki, Gorki Perez, nə bilim, sol əvəzində Duzun qapağını bağla. Hava çəkər. Cavadın 8 yaşı var, yazıq bura yazır ki, mama это соль da, yəni bu şey deyil. Səhv eləməlisən. Belə hər dəfə qarışdırıram. Ona görə kitab oxuyuram. Hazırda oxuduğum kitab Yellow Face, Rebecca Kwank. Onu heç soruşmadım. Mən səndən soruşan oldu hansı kitabı oxuyursan. Soruşda. Bir mən də heç olmasa kitabını satanda imkan ver, mən də biraz pul qazanım da. Onu onda gəl soruşum da. Məsələn, indi mağazaya gəlsin. 3 dənə hansı kitabı bizə tövsiyə edərsən alay. Mən çox sevirəm bu Rebecca Kwank-ı. Çünki o indi çox dəvlət. Ümumiyyətlə mən müasir tendensiyada olan kitabları, müəllifləri çox sevirəm. Çox adam başlayır Dədə Baba, Dostoyevski, Tolstoy. Təbii onlar da çox yaxşıdır. Onları oxumaq mütləqdir. Amma bu o demək deyil ki, biz o kitabları oxuyub orada qalmalıyıq da. Çünki hər gün təsəvvür edin ki, milyonlarla yeni kitablar çıxır və hər gün minlərlə yeni müəlliflər öz kitablarını çap edir. Nə qədər mümkündürsə onları oxumaq lazımdır. Çünki mənə bu çox maraqlıdır. Hazırda dünya nə oxuyur? Məsələn, bir aydan sonra elə
Biləm düz mənim ad günümdə, oktyabrın 15-də Frankfurt kitab sərgisi başlayır. Biz hər il ora gedirik. Gedirik orada belə veylənirik, baxırıq, nə bilim, nə falan. Dünyada nə dəbdədir, kimlə müqavilə bağlamaq olar, hansı kitab dəbdədir. Və həmin o dediyim Yellow Face, Rebecca Kwank, hansı ki bitirirəm artıq o kitabı. O kitab məsəl üçün keçən il çox böyük bəhbəhlə təqdim olunmuşdu və deyilmişdi ki, bu kitab bestseller olacaq. Oldu. Oldu. Doğrudan. Çox maraqlıdır. Kitab dünyasında çox maraqlı tendensiyalar var. Çünki kitab dünyası inkişaf edir. Yəni çox adam elə bilir ki, bu nə bilim, köhnədə qalmış hobbi, nə Biz bilim. elə bilirik indi hamısı o elektronla oxuyur, Kindle, Mindle. Ona görə nədir ondan? Bizə Kindle şey deyil, o halda ki, cəmaət pul ödəyir də, cibindən pul çıxardı ödəyir. O ki, PDF zat yükləyirlər, pulsuz oxuyurlar və o artıq indi yoxdur. O PDF zat yoxdur. Hə, o yaxşı. Kindle yaxşı şeydir, olsun. Onsuz da elektron kitab. Sizə ziyan olmur bu elektron kitab? Yox, onu da axı pulla satırlar. Yəni mən kitabçı kimi, kitab mağazanın sahibi kimi, bəli, orada pul qazanmadım. Amma orada hamı məndən başqa qazandı, qoyulsun da. Yəni yazıcı qazandı, redaktor, korrektor, nə bilim, onu dizaynı qəşəng eləyən, kitab satan, tutaq ki, Amazondursa ya da hansısa bir platformada da. Yəni əsas odur ki, burada hamı pul qazansın, əsas odur ki, müəllif pul qazansın ki, ona maraqlı olsun ki, qəşəng kitab yazsın, yenidən pul qazansın falan. Başa düşdüm. Yaxşı, bu bir dənə kitab tövsiyə elədin, 2 dəqiqə danışdın. İndi o birislərini qısalt. 2 dənə başqa kitab hansı? Hərəsindən 15-15 dəqiqə danışacağam. Yox, adların çək bəsdir. 10 dəqiqəmiz qalıb. Onun gözlərindən bu bəraldır məni. 9 dəqiqəmiz qalıb. 9 dəqiqə rəqs edə bilərəm, mahnı oxuya bilərəm. Necə yox, kitabların adını dinlə. Yox, dedim qarda qalan olsun da bu. Deyirsən sən belə. Əvvəldən sən mənim şeyimi söndürdün ki, bilirsən Elmira Qədirova kimi, İradə Qədirova kimi reytinq yüksək olmayacaq. Onların reytinginə çatır. Reytinq istəyirsən Fərhad Pərvin çağırardın. Nə bilim, Kəraməti çağırardın. Onlar qəşəng reytinq eləyirdi. Hə, nəysə, hə, yaxşı, pis baxdı mənə. Deməli, hansı kitablar, hə, məni həyəcana salmayın, belə edir. Ağzımı açma, pis danışım. Hə, danış 2 dənə kitabımı, kitab satmaq istəmirsən, reklam eləyirik sənə. Bir dənə kitab dedin, nədir? Hə, deyəndə mən özüm itirdim. Yox, nəzbə onu almayın. Görürsünüz, məndə heç mənlə şəkil paylaşmadı. Kimi alsın? Elədi, Keşi Şahbaz müəllimin üstünə. Uşum o belə getdi. Kimi alsın? Hansı kitab alsın? Yəni yaxşı Yonezbə olsun, yaxşı qara adam, çox belə qanlı şey. Orada hamı belə doğrayır, belə bax, mən necə belə vaxtlar pərfətini belə doğrayırdım, orada da adamlar belə şeyləri. Ölürəm öyle şey üçün, hə. Netflixdə də axmaq kino var, hamısına baxıram, elə manyaklar, serial ubiyçalar, belə, hə, nəysə. Sonra bir də tez, mən məhz son vaxtlar, yəni Çexovu zad demirəm, təbii Çexovu çox sevirəm, mən istəyirəm ki, son vaxtda dəbdə olan müasir bir roman oxuyasınız. Bu olacaq Sırçaya. Azərbaycan dilində də o birazdan çıxacaq. Madeleine Miller. Və hamı söyür, TikTok belə getdi, TikTok belə gəldi. O yazıcı məhz TikTokda görə çox populyarlaşdı. Yazıb, bax, 15 il əvvəl kitab buraxıb. Heç oxuyan yox idi. Adı heç it dəftərində yox idi. Heç kəsə lazım deyil. O Rusiyada ölmədi, yazıq. Yəni tirajı öldü falan. Bir də 5-6 ildən sonra bir TikTokerşa götürüb bu kitabı çıxardı, başladı bəhbəhlə danışmağa. İp partladı. Yazışı milyonlar qazanır, milyonlarla satır. Həqiqətən çox gözəl kitablar var. Bax, TikTok onu belə populyarlaşdı. Madeleine Miller Sırçaya Azərbaycanca adı gedəcək yəqin ki Kirke, türklər onu Kirke kimi deyirlər. Əslində 2 ad var, Kirke və Sırçaya. Hə, bir də Don Natar Secret History. Bu 4 oldu. Qiymətləri də deyim. Burada link yerləşdirmək olar saytda. Olar, əlbəttə. Yerləşdirəcək hamısı. 50 rəngin o kitab altında link var, baxarsınız. Bir dəfə mən bunu da deyim də sonra kəsərsiniz. Bir dəfə mənim bir Baqati Padruqam jurnalisti verişə çağırıb dövlət televiziyası dedi ki, bax ha, reklam olmaz. Heç belə əlin günah adını demə. Hə, mən də belə necə gəlmişəm onda da özümü reklam eləməyə gəlmişəm də. Kitab mağazaları zadı gedin oradan kitab alın. Qoymur. Deyir buranı kəsəcəm, buranı da kəsəcəm. Bir də dedim ki, 50 rəngli kitab mağazaları. Oranı kəsəcəm, buranı kəsəcəm. Axırda dedim yaxşı indi baxarıq. Axırda mənə sual verir ki, sənin ən sevdiyin kitab hansıdır? Və mən belə 50 rəngin o romanı. Qəşəng oldu. Dedim kəsin də oranı. Kəsin də oranı. Kəsə bilmədi. Ondan sonra səni çağırmadılar yəni. Bitdi. Hardan bildin? Çağırmadılar da. Belə olardı. Belə gedə Baqati Padruqaları itirirsən hamısı. Allah hamısını itirir. Belə olacaq. Mənə bax, indi gəl qadınlara bir mesaj saxlayaq. Bu çətin telefondan mesaj yazım qadınlar. Yox qızə. Çətin dövrdə qadınlara nə deyərdin, nə tövsiyə eləyərdin? Necə bu çətinliklərdən çıxsınlar? Vəbşi cəmaət nə deyirlər, yolun itirib.
bu kompostların zadı necə saxlasınlar? Hə. Bir naviqasiyadan zatdan bir şey nə deyərdim? Belə ağıllı arvadsan ona görə Naviqasiya. deyirəm. Ümumiyyətlə mən çox istərdim ki, Azərbaycanda qadın sahibkarların sayı çoxalsın. Sahibkar Oturub yox. pul qazansın. Ümumiyyətlə. Pul qazansınlar da hər şey pulla bağlıdır. Pul qazansınlar. Okay, sahibkar o demək deyil ki, gedib zavod açsın. Evdə corabı toxusun, satsın. Nə bilim, gecən yemək bişirsin, satsın. Məsəl üçün mən indi hazırda yeməkləri belə yola verirəm də. Bir gözəl xanım tapdım. Ona pul ödəyirəm, yemək bişirir, mənə göndərir və s. də. Yəni pul qazansınlar. İnanın ki, pul qazanmaq kimi gözəl bir şey yoxdur. Pul qazansanız evdə artıq hava da başqa olacaq. Çünki kişinin də sizə hörməti qalxacaq. Kişi özü gedib deyəcək ki, işdə lap yaxşı. Çünki ailə daha möhkəm olacaq da. Yəni mənə görə çox ailə buna görə dağılır da. Yəni iqtisadi məsələlərə görə, pula görə. Hətta sizə deyim ki, qaynana ilə də əgər problem varsa, onlarla da münasibətlər dəyişəcək, daha möhkəm olacaq. Çünki pul qazanırsınız, evə pul gətirirsiniz. Böyük pul olmasa da özünüzə hörmətiniz qalxacaq. Çünki pul qazanırsınız. Mən lap psixoloqlar coach kimi danışıram. Əla oldu. Hə. Cəmaət hamısı oturub coach kimi danışır da biabır biz də Hə, danışırıq. mən də coach oldum. Birincisi deməli maliyyə Bəli. özünüzün olsun, ayağınızın üstündə dayanın. Hə. İkincisi nə deyə qadınlara? Qadınlara. Nə lazımdır, hə? Xoşbəxt Qadınlara olmaq üçün. aktiv olun. Dedim yəni ki, biraz Necə həyatlı olun. aktiv? O da qəşəng Hə. söz deyil də. Belə aktiv olun, öz haqqınızı həmişə Hə, tələb edin, eləyin. müdafiə edin, sözünü istədin. Azərbaycan xanımı həmişə belə olur. Yəni bizi belə sıxmaq, boğmaq, səsin çıxmasın. Heç vaxt. Biz tərəflərdə, mən ata tərəfi Gədəbəy, ana tərəfi Şəmkir, indi yerli bazında biraz şey edəcəm. Bizdə qadınlar həmişə çox aktiv olub. Çox aktiv həyat tərzi Bizə də yaşayıblar, Lənkəran həmişə biz öz bilirsən, haqqını bizə. tələb ediblər. Bəli, həmişə işləyiblər, həmişə belə çalışıblar. Mənim nənələrim də hər ikisi işləyib, həmişə mənə deyiblər ki, sən işləməlisən və pul qazanmalısan, yəni belə. Aktiv olun, yəni Aktiv olun, haqqınızı bəli. tələb eləyin. Bu Bəli, 2, bəli. 3 Bizə də yaxı damğa vururlar. Ay bu ləkərdir, bu nə bilim nədir falan. Ona görə qadınlar çox da belə özünü üzə çıxmağı sevmirlər də. Amma qorxmayın bundan. Yəni heç kəsdən qorxmayın, rahat olun. İkincisi budur. Üçüncüsü o ki belə patlaşqa eləyirsiniz, nə bilim eləmirsiniz, yəni kimsə eləyir. Hə, nə bilim botoks vurursunuz. Ay nə bilim belə dodaq eləyirsiniz. Eləmirsiniz canım, gözəlsiniz, çox yaxşısınız. Ondan sonra da kitab oxuyun, həmin o pulları kitaba sərf edin, səyahət edin, dünya görüşünüz artsın, daha maraqlı olsun. Sonra nə səndir? Öz sağlamlığınıza, fitnesslə məşğul olun. Bir baxın şöşünəyə, baxın kaçokdur deməli başda. Elə ağlayır, amma birisi necə şeydir, çox fit bədəni var. Belə olun. Yəni sağlam qidalanın, gedin, gəzin, dünyanı görün, bax belə. Kino baxın, qeybət eləyin, hər şey eləyin. Bircə o botoksu vurmayırsınız canım, lazım deyil. İndi sən o bağat izləyicilərin səndən nə yox, deyəcək? nə qədər mənim orada kosmetoloqlarım, kosmetoloq izləyicilər hamısı bu vaxt mənə dedi, tüpürürüm şöşünənəyə, çıxdılar, getdilər. Bilirsiniz də, gedin özünüzə qulluq eləyin, amma heç nə özünüzə vurmayın da. Gedin belə masaj eləyin, qəşəng. Hə, maska zat, nə bilim o pərpötüyünə çox qəşəng maska. Bir də dördüncü də özünüzü ağıllı qadınlarla əhatə eləyin. O çox vacibdir. Mənə söz atırsan, yəni mənə də atırsan. Onu düz deyirəm də, sən də ağıllısan. Yəni sən də yox, elə bizim mənə deyirsən. Yəni belə gic-gici adamlarla oturub durmayın. Nə qədər sizdən ağıllı adamlar olsa, onlarla oturun, onlardan öyrənin. Çox qəşəng sözdür. Ətrafınızda kitabla bağlı söhbət edən xanımlarla oturub durun. Yəni bağışla mən deyəcəm kitab, amma həqiqətən. Əlin inanda yaxşı kitab klubları var. Qoşulun ora, gəlin. Bəli. Çox yaxşı. Minə yaxın adam qoşulub artıq onlara. Məktəbiyyat qadınlardır. Təşkil gəlin. Minə yaxın. Bəli. Ən böyük Azərbaycanın ən böyük kitab klubudur, bəli. Gəlin bizə qoşulun bizə. Heç bu haqda danışmadı. Heyf qutarırıq. Kitab dedi, kitab demədi, qaldı belə. Nə gözəl. Mən elə gəlir ki, söhbətin əla bir dənə şey oldu. İndi gəl, dur, zəng gəlib gedək orada kiminsə haqqını qorumaq lazımdır. Dur gedək davaya. Gedək. Getdik. Uşaqlar siz bu yanları yığışdırasınız. Gəlin uşaqlar, gəlin. Yığışdırasınız, yeyəsiniz, biz getdik davaya. Getdik. Yox, sağollaşmayacağıq. Belə getdik. Belə olsun.